ki məqamda biz görürük ki, Türk dünyası həqiqətən də potensialını artırmaqda davam edir və həm də israrlıdır ki, bütün dünya siyasətində, geo-iqtisadiyyatında öz rolunu oynasın. Tofiq müəllim, yaxşı ki, bu sualı verdiniz. Çünki hörmətli Telman müəllimin çıxışı zamanı milli savunma, milli güvənlik və Türkiyə ilə Azərbaycanın ortaq bu sahədə baxışları və fəaliyyətləri məndə bir fikir oyatdı. 2 gün öncə... Mən üzr istəyirəm, bax, indi Edirama artıq ev sahibi Rəcəb Tayyib Ərdoğanı qarşılayır. Bax, onların söhbətinin biz şahidiyik. Bəli. Beləliklə, sualınız tam üstünə düşdü. Yəni, bəli, Türkiyə-Azərbaycan... sual düşdü üstünə. 2 gün öncə mən Yeni Azərbaycan Partiyasının Nəriman Orayan təşkilatında Texniki Universitetinin tələbələrinin bir milli PUA hazırlamaları ilə bağlı təqdimata getmişdi və çox gözəl bir tədbir keçdi. 5 tələbə, biri konstruktor, digəri elektrik, üçüncüsü bu proqram təminatı istiqamətində bir pilotsuz uçuş aparatı hazırlayıblar. Əlbəttə, bu cür hərbi təyinatlı məhsulların istehsalı üzərində qrif olur. Yəni, bu xüsusi məxfi laboratoriyalarda, müəssisələrdə hazırlanır. Amma tələbələrin bir təşəbbüsüdür və əminəm ki, bu tələbələr həm vətən müharibəsi nəticələri, torpaqlarımızın azadlığı, Texnofosidin keçirilməsi, Səlcuq bəyin Texniki Universitetdə tələbələrlə izdihamlı görüşünün nəticəsidir. Onlar ilhamlanaraq bir məhsul hazırlayıblar, onlara alqış düşür, təqdir düşür və Azərbaycanın gələcəyinin nə cür əmin əllərdə olmasının da bir nəticəsidir. Əlbəttə, bizim gəncliyimiz həm Ulu Öndər Heydər Əliyevin ideyalarına, eləcə də Cənab Prezidentin siyasətinə uyğun olaraq addımlar atırlar və gələcəkdə bizim ölkəmizin nə qədər uğurlu nəticələr qazanacağının da bir vədəçisi kimi onlar çıxış edirdi. Əlbəttə, Türk dünyasına gəldikdə, Türk dünyası böyük bir inteqrasiya mərhələsinə qədəm qoyub. Bu barədə bugün də danışıldı ki, Azərbaycan məsələ ideoloji, siyasi, iqtisadi, nəqliyyat, enerji baxımından Türk dünyasının əsas nüvə dövlətidir. Və elə türkçülük ideyaları və eləcə də Azərbaycandan olan bizim aydınlarımızın, qardaş Türkiyənin, Osmanlının və daha sonra Türkiyə Cümhuriyyətinin inkişafında ideoloji hansı qatqılar verdiyini hamımız çox yaxşı bilir və bununla qürurlanırıq Türkiyədə də, Azərbaycanda da. Eləcə də hazırki reallıqlarda da Mərkəzi Asiya dövlətlərində gedən inteqrasiya prosesləri və orada da İsmail bəy Qaspıralı'nın ideyalarının, maarifçilik, eğitim, təhsil, akademik sahədə olan fəaliyyətlər hər zaman xatırlanır. Buyurun, siz sözünüzü davam edin. Və elə sizin fikirlərinizi də davamlı olaraq deyə bilərəm ki, elə qardaş Türkiyəmizdə bizim Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı digər önəmli bir görüş keçirilir və bu da elə Türk dünyasının, qardaş Türkiyənin beynəlxalq nüfuzunun, beynəlxalq imicinin bir göstəricisidir ki, Türkiyə etimad var, Türkiyə etibar vardır və bu cür talih yüklü məsələlər qardaş Türkiyədə müzakirə olub. Bundan əvvəl də elə Antalya Diplomatik Forumunda, İstanbul prosesi çərçivəsində də mühüm görüşlərə Türkiyə ev sahibliyi etmişdi. Əlbəttə, Türk dünyasının hazırda inkişaf mərhələsi dövrüdür və bütün Türk toplumları vahid düşüncədən, vahid fikirdən, dildə, əməldə birlik fəlsəfəsinə əsas götürərək addımlayırlar və biz elə Mərkəzi Asiyadan olan ekspertlərlə, dostlarla, akademik çevrəni təmsil edən şəxslərlə görüşlərdə də görürük ki, elə burada nə cür düşünürüksə, orada da o düşüncəni bölüşürlər. Çünki bütün bu proseslərə təkan verən Azərbaycanın tarixi qələbəsidir. Bunu hamı qəbul edir, bununla hesablaşırlar. Bu böyük bir nəticədir ki, Türk dünyasında milli oyanışa, milli identikliyin yeni bir mərhələyə qalxmasına gətirib çıxardı və burada artıq bütün sahələri, deyək ki, təhsil sahəsini, energetika sahəsini, nəqliyyat sahəsini birləşdirən vahid bir yol formalaşıb, yol xəritəsi formalaşıb ki, ayrı-ayrı klasterləri, ayrı-ayrı sahələri təmsil edən şəxslər də bugün Orta Dəhliz ətrafında, Transxəzər nəqliyyat marşrutu haqqında, Zəngəzur dəhlizi haqqında fikirlərini ifadə edirlər. Və burada Avropanın, bax, sizin fikrinizdə də bundan öncə var idi ki, bu inteqrasiyaya səhv anlayaraq, yanlış narrativlər əsasında fikir formalaşdıraraq müəyyən xələl gətirmək istəyən addımları vardı. Məsəl üçün, bunu deməliyəm, Avropada bu bildiyimiz Səmərqənd görüşündə von der Leyen'in
Cənubi Qafqazın nəqliyyat marşrutları haqqında yanlış fikirləri var idi, yanlış tezisləri var idi. Elə düşünürdülər ki, burada nəqliyyat marşrutları yoxdur, dəmir yolu xətləri çəkilməyib. Halbuki bizim orta dəhliz segmentinin əsas ötürücüsü olan Bakı-Tbilisi-Qars istifadədədir. İldən ilə həcmləri artır, modernizasiya həyata keçirilir. Lakin elə təqdim eləmək istəyirlər ki, sanki Ermənistan üzərindən bu yüklərin keçirilməsi yeganə yoldur, bunun alternativi yoxdur. Biz belə bir fikirləri düşünmürük. Bizim üçün artıq hazırda mövcud olan nəqliyyat yollarının şaxələndirilməsi önəmlidir. Bizim milli gücümüzün artırılması önəmlidir. Şərq-Qərb arasında bağlantıların daha güclü, etibarlı formada inkişafı önəmlidir. İlyas müəllim, bu çox bir vacib məqama siz toxunursunuz. Məsələ burasındadır ki, siz böyük siyasi aləmdə artıq göz önündə, siz bütün dünya sizə baxaraq, belə deyək də, kameraların hamısı fokuslanır sizə. Göstərir ki, bax, xanım Ursula von der Leyen və sənə bənzər həm kişi siyasətçilər, həm xanım siyasətçilər, siz heç olmasa məlumatlı olmalısınız. Biləsiniz ki, sizin tərəfdaşlarınızın vəziyyəti necədir? Onlar hansı uğurları əldə ediblər? Onlar nə ilə sizin qarşınıza çıxırlar? Bax, görürsünüz, sadəcə, deməli, bunlarda həm də məlumat qıtlığı var. Bunlar bacarmırlar prosesləri qarşıladıqda, heç olmasa bilsinlər ki, harada nə baş verir və harada bunların iştirakı tələb olunur. Nə demək olar olmaz mı? Bilirsiniz, hə, əlbəttə ki. Çünki bir çox problemlər məlumatsızlıqdan irəli gəlir. Elə bir tərzdə qaynaqlanır. Və heç olmasa onu özünüzə bir borc bilin ki, deyəndə ki, Azərbaycan, biləsiniz ki, bu harada yerləşir, onun əsas göstəriciləri nədən ibarətdir, sonra inteqrasiyada hansı işləri bu artıq ölkə müvəffəqiyyətlə həyata keçirib və hətta sizin axı tərəfdaşınızdır. Siz öyünürsünüz ki, Azərbaycan sizin enerji təminatçınızdır. Və necə olur ki, siz bunun haqqında dolğun məlumatları da bilmirsiniz. Bax, çox təəssüf və təəccüb doğuran bir göstərici. Önəmli məsələ həm də budur ki, bizim açımızdan baxanda bu cür proseslər getdikdən sonra da Türkiyənin Mavi Vətən konsepsiyası əleyhinə fəaliyyətlərin icrasından sonra Kallas Bakıya gəlir və Bakıda mühüm görüşlər keçirilir. Bunun nəticəsidir ki, cənab prezident bugün Tiranadadır. Yəni burada bir sıra məsələlər və Azərbaycan liderinin də sözümüz imzamızdır. Sözünə və bu fikrinə əsas olaraq söz verdi və bugün bu önəmli görüşdə iştirak edir. Və hesab edirəm ki, burada Azərbaycanla bağlı da görüşlər, eləcə də müxtəlif müzakirələrin keçirilməsi önəmlidir. Çünki burada dəfələrlə vurğulandığı kimi enerji təhlükəsizliyi kontekstində Azərbaycan bugün aparıcı rol oynayır və beynəlxalq şərait də buna imkan yaradır. Rusiya-Ukrayna müharibəsi şimal istiqamətində nəqliyyat və enerji infrastrukturunun bloklanması, sanksiyalar, məhdudiyyətlər, cənubda olan gərginlik, ticarət gəmilərinə hücumlar və digər məsələlər Zəngəzur dəhlizini, orta dəhlizi aktuallaşdırır. Bunu qəbul etməmək, görməmək mümkün deyil. Və ona görə də Azərbaycanın bu istiqamətdə qlobal təşəbbüsləri, Avrasiya məkanında həyata keçirilən mühüm layihələr, projelər həm də elə bugün bu böhranlı vəziyyətlərdə, bu ekstremal vəziyyətlərdə, force majorda hansı çıxış yollarının və alternativlərin bizim tərəfimizdən irəli sürülməsini də şərtləndirib. Hesab edirəm ki, bütün bunlar ölkəmizin, xalqımızın, dövlətimizin və ümumiyyətlə Türk dünyasının xeyrinədir. Böyük bir coğrafiyada inteqrasiya prosesi praktiki mərhələyə keçir. Və hesab edirəm ki, məsələ Tiranada da, necə Praqada böyük zəfərlər, uğurlar əldə elədik, bu məsələlərin də həllinə nail olmaq olar. Hesab edirəm ki, gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı mühüm nəticələrin Avropa tərəfindən dəstəklənməsi məsələ bu cür konfranslarda Azərbaycan reallıqlarının, Azərbaycan həqiqətlərinin və perspektivlərinin doğru və məntiqli formada, müfəssəl formada izahının nəticəsi olacaqdır. Yəni, Azərbaycan lideri hansı tribunadan çıxış edirsə, onun sonraki nəticələrini biz bu məntiqi ardıcılığı tapa bilirik, formalaşdıra bilirik, oxuya bilirik.